Stansiya Qala qəsəbəsində evdəyəm. 15 il valideynlərimin, qardaşımın yaşadığı evdə. 10 günə yaxındır buradayım. Demək olar fevral ayında burada olmuşam. Bu evdən 3 dənə cansız bədən yola salmışam. Bunlardan biri qardaşımdır. 2020 noyabrın 7-si şəhid olub. 2020 dekabrın 15-i anamdır. Qardaşımın dərdinə dözməyib. Biri də 2021-ci il yanvarın, fevralın 21-i atamı yola saldım. Qardaşımın yasında o zaman pafoslu günlər idi. Kimlərsə gəldi bu rayon rəhbərliklərindən. Xəzər rayonu, nə bilim nə rayonu. Anam ümumiyyətcə gəlib gedən olmadı. İstər cəmaatdan olsun, istər rayon rəhbərliyindən olsun. İndi Covid filan veşmişəm. Atama da yenə 10 gündür buradayam. Nə Xəzər rayon rəhbərliyindən, nə Qala kənd rəhbərliyindən. Heç kim bir gəlib demədi ki, siz bu evdən bir kişi köçübdür. Bu evdən köçən kişinin böyütdüyü evladın hesabına siz bugün durmadan satırsınız Bakını. Durmadan artıq 35 ildir satırsınız. Milyoner oldunuz, sonra milyarder oldunuz, sonra nə bilim nə oldunuz. Amma Ordubadda, Düylün kəndində bunu görən görür. Çox əzəmətli bir yas mərasimi keçdi. Naxçıvan rəhbəri başda durmaqla bütün demək olar ki 70-80% nazirliklər rəhbərliyi ilə bir yerdə gəldilər baş sağlığına. Dəfində Ordubad icra başçısı birbaşa iştirak elədi. İndi bəziləriniz yazacaqsınız ki, icra başçısı. Mən icra başçısının əməlinə baxıram. Su ilə bağlı problemləri mən ondan barışmırdım, mübarizə aparırdım. Bəli, Ordubad icra başçısı gəldi, atamın dəfnindən tutdu, son günə qədər yasa öz diqqətini, öz atası dünyadan köçmüş kimin iştirak elədi. Amma Bakıda köçüb gəlirsiniz Bakıya, Ordubadı tərk edib gəlirsiniz Bakıya. Kim gəlir? Bax, tək oturmuşam bu evdə. 10 gündə oturmuşam. Bir nəfər gəlib deyirmi? 2 həftə bundan qabaq sənin atan köçübdür. Belədir, qardaş. Bakıya köçüb özünüzü bədbəxt eləməyin. Qoyun Bakılılar Bakıda qalsın. Ordubadlılar Ordubadda qalsın. Gəncəlilər Gəncədə qalsın.